Salam uşaqlar. Bu gün isə sinuslar və kosinuslar teoremindən davam edəcəyik. Deməli, sinuslar teoremindən başlayaq. Deyir ki, əgər üçbucaqda tərəflər A, B və C olarsa və uyğun olaraq A tərəfinin qarşısındakı bucağa alfa, B tərəfinin qarşısındakı bucağa beta, C tərəfinin qarşısındakı bucağa gamma desək, o zaman isbat edin ki, A bölünsün sinus alfa bərabərdir B bölünsün sinus beta bərabərdir C bölünsün sinus gamma olacaq. Bunu isbat etməzdən öncə əlavə bir məsələyə baxmalıyıq. O məsələni isbat etməliyik, sonra sinuslar teoreminə geri dönməliyik. Deməli, bir dənə üçbucaq çəkirik. Bu üçbucağın tərəfləri, yəni iki tərəfi A və B olur. Bu A və B-nin arasındakı bucaq isə bir alfa olur. Və biz bu üçbucağın sahəsini A, B və aradakı alfa ilə necə ifadə edə bilərik? Bu sualın cavabını axtarırıq. İndi ilk öncə təməl anlayış olaraq biz bilirik ki, üçbucağın sahəsi hündürlük vur oturacaq bölünsün yarı düsturundan tapılır. Yəni 2də 1 tərəf vur hündürlük. O zaman buradan bir dənə hündürlük çəkirəm. Amma təbii ki, düsturda o hündürlükdən istifadə etməməliyəm. Tamam, bir dənə h hündürlüyü çəkdim. İndi o hündürlüyü h-ı əvəzləmə aparmalıyam. Bu verilənlərdən hər hansıları ilə əvəzləmə aparmalıyam. Fikirləşirəm ki, nə etmək olar? Bu alfa bucağının sinusunu tapa bilərik. Yəni h-ı a-ya böləndə alfa bucağının sinusu alınmış olur. O zaman kənarda yazıram. H bölünsün a bərabərdir sinus alfa. Buradan da h nəyə bərabərdir? A sinus alfa. Bunu kənarda yaddaşda saxlayaq. H bərabər a sinus alfa. İndi keçək sahə tapmağa. Sahə nətər tapılır dedik? 2də 1, 2də 1 vurulsun tərəf, yəni B, vurulsun hündürlük, yəni H. İndi bu H-ı yuxarıda aldığımız bərabərliklə əvəz eləyək. 2də 1 B vur H. H əvəzinə də A sinus alfa yazdım. Və toparlasaq, S nəyə bərabər olacaq? 2də 1 AB sinus alfa. Deməli, qayda nə imiş? Əgər üçbucağın iki dənə tərəfi və onlar arasındakı bucaq verilsə, sahə bərabərdir 2də 1 vurulsun həmin tərəflərin hasili vurulsun sinus alfa olur. İndi biz bu aldığımız qaydadan istifadə edərək sinuslar teoreminə geri dönə bilərik. Üçbucağa diqqətlə baxsaq, üçbucaqda bucaqlar və tərəflər hamısı qeyd olunub. İndi mən alfa bucağına baxaraq oradan sahə tapacağam. Demək, sahə nəyə bərabər olacaq? 2də 1 BS sinus alfa. Yəni, alfa bucağına baxaraq sahə 2də 1 BS sinus alfa olar. Az öncə tapdığımız qayda ilə. Və ya sahə beta bucağı tərəfə baxsan, nəyə bərabər olar? 2də 1 AC sinus beta. Gamma bucağı tərəfə baxsaq, sahə nəyə bərabər olar? 2də 1 AB sinus gamma. Tamam, bunları qeyd elədik. İndi bir dənə də bundan əvvəlki videolarda ispat etdiyimiz bir şeyi xatırlayaq. Biz demişdik ki, üçbucağın xaricinə çevrə çəkiləndə həmin çevrənin radiusu ABC bərabər 4S-ə bərabər olurdu. Amma biz bunu əvvəlcə S bərabər ABC böl 4R'i alıb sonra ispat etmişdik. Demək, S bərabər ABC bölünsün 4R idisə, o zaman sahə belə, belə, belə və bu şəkildəki qaydadakı kimi tapılsın deyib, bərabərsin dördüncüsünə də, yəni S bərabər ABC bölünsün 4R də ola bilər deyirik. Və bu sondakı ABC böl 4R düsturundan niyə istifadə etdim? Çünki əslində bu ispat etməli olduğumuz şey A böl sinus alfa, B böl sinus beta bərabər C böl sinus gamma və bərabər 2R. İspat etməli olduğumuz qayda budur. Sinuslar teoremi budur. İndi bu aldığımız son bərabərliyə baxıram. Burada ilk öncə hər tərəfi 2də 1-ə bölərəm. Hər tərəfi 2də 1-ə bölsəm, BS sinus alfa bərabər AC sinus beta bərabər AB sinus gamma. O da bərabər bu ifadəni 2də 1-ə böləndə, yəni 2-yə vuranda ABC bölünsün 2R alınacaq. Əslində burada sonda ABC bölünsün 2R almağımızdan artıq
sanki düstura yaxınlaşdığımızı hiss eləyirik. O zaman indi nə edəcəyik? Hər tərəfi ABC-yə böləcəyik. Yəni buradakı BC-nin, AC-nin, AB-nin gedə bilməsi üçün, ixtisas edilməsi üçün hər tərəfi bu ifadədə ABC-yə bölməliyik. İndi hər tərəfi ABC-yə bölsək, ilk bərabərlikdə, ilk ifadədə BC ixtisar gedəcək, qalacaq nə? Sinus alfa bölünsün A. İkinci ifadəni ABC-yə bölsək, AC ixtisar gedir, nə qalır? Sinus beta bölünsün B. Eyni qayda ilə üçüncü kəsirdə, yəni üçüncü alınacaq kəsir sinus qamma bölünsün C olacaq. Dördüncü ifadədə isə ABC özü ixtisar gedəcək və 1 bölünsün 2R olmuş olacaq. Və əslində qaydaya çox yaxınlaşdıq və indi nə etməliyik? İfadənin hər birini tərs çeviririk. Və tərs çevirsək, A bölünsün sinus alfa bərabər B bölünsün sinus beta bərabər C bölünsün sinus qamma, o da bərabər 2R bərabərliyini almış olarıq və məsələni isbat etmiş olarıq. İndi isə sinuslar teoremini isbat etməyin ikinci üsuluna baxaq. Demək, bir çevrə çəkdik. Çevrənin daxilində bir üçbucaq çəkdik. Bu üçbucağın aşağı tərəfinə bir A deyək. Aşağı tərəfinə, məsələn, bu tərəfin uzunluğuna A deyək. A-nın qarşısındakı bucağa isə alfa deyək. BC və beta və qamma bucaqları və BC tərəflərini çəkmirəm, məsələ çaşdırıcı görsənməsin deyə. İndi çevrənin mərkəzini qeyd edirik. Çevrənin mərkəzi təxminən buralardadır deyək. İndi sol aşağı və sağ aşağı təpələri çevrənin mərkəzinə birləşdirəcəm. Mən bunları birləşdirəndən sonra baxacam ki, burada bu çəkdiyim xəttlər nə imiş? Radius imiş. Tamam, onu da qeyd elədik. Keçmiş dərslərdən çevrə dərsinə bir dənə xatırlatma eləyək. Biz demişdik ki, çevrədə daxilə çəkilən bucaq alfa olarsa, onun söykəndiyi qövs ya da ki, mərkəzi bucaq 2 alfa olurdu. Belə bir qaydamız vardı. O zaman həmin qaydaya əsasən buradakı mərkəzi bucaq olacaq 2 alfa. Tamam, bunu da qeyd elədik. Məsələnin indi bu hissəsinə diqqət. Şəklin baxın bu hissəsində bir dənə bərabəryanlı üçbucaq almış oluruq. Yan tərəfləri radius, təpə bucağı 2 alfa və oturacağı da A. O zaman mən belə bir qayda deyim. Bərabəryanlı üçbucaqlardan bir qayda xatırlayaq. Bərabəryanlı üçbucaqda təpədən oturacağa çəkilmiş hündürlük həm hündürlük, həm tən bölən, həm də median idi. O zaman bu 2 alfanı silirik. Oradan aşağı bir dənə hündürlük, ya median, ya da tən bölən dediyimiz o şeyi çəkirik. İndi o təpə bucağı 2 alfa idisə, 2 alfa yarıya bölünür burada. Alfa və alfa olmuş olur. Həm də median idimi? Median idi. O zaman çəkdiyimiz hündürlük, median aşağıdakı tərəfi yarı bölür. A böl 2 və A böl 2 olmuş olur ayrılan hissələr. İndi burada şəkli biraz böyüdək. Şəklin bu hissəsinə diqqətlə baxsaq, burada bir düzbucaqlı üçbucaq alınıbmı? Alınıb. O düzbucaqlı üçbucaqda A böl 2 və R ilə alfa bucağının sinusunu tapa bilirik. Yəni sinus alfa bərabərdir qarşı katet böl hipotenuz. Yəni A böl 2 bölünsün R. Buradan da geri dönək. Sinus alfa bərabər olmuş olur A bölünsün 2R. Və bu bərabərlikdə sinus alfa ilə 2R'in yerini dəyişə bilirəmsə, A bölünsün sinus alfa bərabər olacaq 2R. İndi bu qaydanı yaddaşda saxlayaq. İndi eyni məsələni mən A tərəfi yox, B tərəfi üçün qeydə alsaydım, məsələn B tərəfinə uyğun çəksəydim bunların hamısını, B tərəfi buradadsa, ya da C tərəfinə uyğun çəksəydim hər birini, C tərəfi də o yanda olsaydı, onda A bölünsün sinus alfa, B bölünsün sinus beta, C bölünsün sinus qamma, hamısı bunlara uyğun gələcəkdir. Və nəticədə A bölünsün sinus alfa, B bölünsün sinus beta, C bölünsün sinus qamma bərabər 2R düsturunu almış olacaq. Bu da sinuslar teoremini isbat etməyin ikinci üsuluydu.
İndi isə kosinuslar teoremindən danışaq. Kosinuslar teoremində isə yenə ilk üçbucağımızdan çəkirik. Yəni A-nın qarşısında alfa, B-nin qarşısında beta, C-nin qarşısında qamma bucağı olsun. Və bizə deyir ki, isbat edin ki, A kvadrat bərabərdir B kvadrat C kvadrat çıxılsın 2BC kosinus alfa və bu uyğunluq digər tərəflər üçün də keçərlidir. B kvadratda məsələn digər tərəflərin kvadratları cəmi çıx 2 vur həmin digər tərəflərin hasili vur kosinus beta. Deməli, bunu isbat etmək üçün ilk öncə Pifaqor teoremini yada salmaq lazımdır. Pifaqor teoremi bizə deyirdi ki, katetlərin kvadratları cəmi harda düzbucaqlı üçbucaqda. Katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. İndi biz bu üçbucaqda bu qamma təpəsindən bir dənə hündürlük çəkirik. Bu hündürlüyə bir dənə h deyəcəyik. C-dən kənarda qalan, C-dən sağda qalan hissəyə bir x deyək. Solda qalan hissə isə aydın məsələdir ki, C çıxılsın x olacaq. Əla. İndi biz bu üçbucağın bu hissəsində bir düzbucaqlı üçbucaq yarandığını görürük sol tərəfdə. Pifaqor teoremi ilə A kvadrat bərabər olmalıdır h kvadratı üstə gəlsin C çıx x-in mötərizə kvadratına. Bu da bərabərdir h kvadrat topla muxtasar matrisindən C çıx x-in mötərizə kvadratını açıram. C kvadrat çıx 2cx toplansın x kvadrat. İndi sağdakı düzbucaqlı üçbucağa baxsaq. Sağdakı düzbucaqlı üçbucaqda h kvadratı üstə gəl x kvadratı bərabər b kvadratı olmalıdır. Pifaqor teoremi ilə təkrar edirəm. H kvadrat topla x kvadrat bərabər b kvadratı. O zaman h kvadrat topla x kvadrat əvəzinə bərabər b kvadrat yazırıq. Topla c kvadrat çıx 2cx almış oluruq. İndi bizim bu bərabərliyin, daha doğrusu bizim bu şəklin ilk verilmiş halında x və h yox idi. Yəni bu x və h-ları düsturdan çıxartmaq lazımdır ki, biz h-ı çıxartdıq. H kvadrat topla x kvadrat əvəzinə b kvadrat yazıb h-ı çıxartdıq. İndi x-i necə çıxarda bilərik deyə düşünəndə baxırıq ki, biz burada bu şəkildə diqqətlə baxsaq, x-i b-yə böldükdə alfa bucağının kosinusunu ala bilirik. Yəni mən x-i alfa və b ilə ifadə edə bilirəm. Yəni x bölünsün b bərabər kosinus alfa ola bilir. O zaman buradan x nəyə bərabər olmuş olur? X bərabər olmuş olur b kosinus alfa. Bunu yaddan çıxartmayaq. X bərabər b kosinus alfa olsa, bunda məsələdə əvəzləyirəm. Yəni bərabərliyin davamında b kvadrat toplansın c kvadrat çıx 2c x əvəzinə də b kosinus alfa yazırıq. Yəni toparlasaq bunda, səliqəli yazsaq, a kvadrat nəyə bərabər olmuş olur? B kvadrat toplansın c kvadrat çıxılsın 2bc kosinus alfa. Və eyni qaydanı, məsələnin bu hissəsini daha uzatmaq istəmirəm. Eyni qaydanı digər tərəflər üçün də yerinə yetirsək, indi biz bunu isbat etmiş olduq. Digər tərəflər üçün də, yəni məsəl üçün mən C tərəfinə hündürlük çəkərək A kvadratın nə olduğunu tapa bildim. B tərəfinə və A tərəfinə də hündürlüklər çəkərək digər B kvadrat və C kvadrat olan hissələri də isbat edə bilərik. Və bununla da kosinuslar teoremini də isbat etmiş olduq. Bugünkü dərsimizdə kosinuslar teoreminin isbatından və sinuslar teoreminin isbatından danışdıq. Ümid edirəm ki, faydalı olmuşdur. Gələn videolarda isə DİM 20 sınaqdan isbatları yazmağa davam eləyəcəyik. İzləmədə qalın, sağ olun.